Sistemə ecfishealth.gov.az Dropforma 103 linki vasitəsilə daxil olmaq lazımdır. Daha sonra müəssisəyə öncədən təqdim edilmiş istifadəçi adı və şifrə yazıldıqdan sonra daxil ol düyməsi vurulur. Ölüm haqqında tibbi şəhadətnamə yazmaq üçün menyu panelindən Ölüm haqqında tibbi şəhadətnamə AZS 106 modulu seçilir. Açılan səhifədə Yeni şəhadətnamə düyməsi vurulur. Yüklənmiş səhifədə müvafiq xanalar doldurulur. İlk öncə sənədin növünü seçməlisiniz. Şəxsiyyət vəsiqəsi, xarici vətəndaş pasportu, sənədsiz seçmək imkanınız var. Sənədin növü şəxsiyyət vəsiqəsi seçdikdə, sənədin seriya nömrəsi yazılıb, yoxla düyməsi vurulur. Digər məlumatlar şəxsiyyət vəsiqəsi əsasında bazadan tapılacaqdır. Peşəsi, hərbi qulluq olub-olmayıb, təhsili və statusu seçilir. Daha sonra doğulduğu və daimi yaşadığı ünvan daxil edilir. Növbəti addımda, əgər uşaq 1 yaşına qədərdirsə, ana və ata haqqında məlumatları göstərmək lazımdır. Ölüm səbəbi, bu məlumat xəbətə kod daxil edilməklə yazılır. Ölüm səbəbi 2 hissəyə ayrılır. Birinci hissə, bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal, törənmiş və ya nəticəsi olmuş diaqnozları A, B, C, D xanalarına xəbətə kodla daxil etmək imkanınız var. Patoloji prosesin başlanması ilə ölüm arasındakı vaxtı qarşısında göstərməlisiniz. İkinci hissə, ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar xanası doldurulur. Əlavə tibbi məlumatlarda aşağıda göstərilən məlumatlar daxil edilməlidir. Ölümün növü, əgər travma alıbsa növü və tarixi göstərilməlidir. Ölümü təyin edən, ölüm nəyin əsasında təyin edilib, ölən qadın reproduktiv yaşında olduqda, ölən hansı imtiyazlı qrupa aiddir? Həkimin seçimi və verildiyi tarix xanaları qeyd edildikdən sonra məlumatı sistemə daxil et düyməsi vurulur.